Elə ki, vədə tamam oldu. Abbasi xəlifələrin hakimiyyətinə biz son qoyacağıq. Mən və sən. Doğrusu heç inanmazdım ki, xəlifə səni əhv eləyəcək. Sənin xəlifən mənə əhv eləməyib. Əqidəmə, xalqıma, özümə xəyanət bahasına həyatımı mənə satmaq istəyib. Miskin bir həyat. O dəhşət ki səni gözləyir. Qıracaq iradəni, sarsılacaq şir ürəyini. Budur, indi sən mənim əsirimsən. Məyər həyat sənin üçün bir heçdirmi? Yox, Afşin. Şərəfsiz həyatı rədd edirəm mən. Xəlifələr mərhəmətinə möhtac deyiləm. Mən Afşinə demişdim ki, Bəz qalasının xarabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Nə üçün o səni, miskin bir varlığı mənə göstərir. O hadisədən sonra nə üzdən yarıma gəlmişsən? Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir? O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki, sən də bu yolun yolcusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür. Mənə zülm eləyirsən. Mən sənə çox demişdim. Sənsə az eşitdin. Mən çox şey irad tutmaq olardı. Çünki mən Tuluqda zeytun yağı satan bir kişinin oğluydum. Amma sən Babəkir oğluydun.